Qoy biraz sakitləşsin, bəlkə özü danışacaq hər şeyi. Bu da səbir məsələsi deyil. Başa düşürsən, məsələ çox ciddidir. Onların problemi çox ciddidir. Onlar ayrılıblar. Bax, sənin nişanlın özü mənə mesaj yazır ki, gəl görüşək. Mən bunun zənglərindən, mesajlarından bezmişəm, qardaş. Özü də nə qədər demişəm ki, mən evli adamam, sən nişanlı qızsan, bizimki alınmaz. İndi mən belə başa düşürəm ki, Eldar bu Rafiyi elə-belə döyməyib. Atan səndən ötürü başqalarından üzr istəmək məcburiyyətində qalmasa mənim nəyəcə boşandı, inciniz kim yapmıyor. Soyuqda bütün yıl qalıb məktəb həyatında. O cür ağıllı, savadlı, gül kimi uşaq. Dönüb oldu bir dənə xoliqan. Ümid! Ümid! Bəlkə onu bir psixologa göstərəsiniz. Zarafat deyil. Valideynlərini itirib o boyda travma alıb. Sən çox qudurmusan. Məni sən qudurtmusan. Sənə oxşamağımla həmişə fəxr eləyirdim. Ata. Mənim keçmiş günahlarımı mənə bağışla ilahi. Mənim gələcəkdə eləyə biləcəyim günahları mənə bağışla ilahi.
Əyləş. İç. Ne oldu sana? Niye bu hala düşmüşsən? Nə olub ki, ata-ana? Dərslərdən yayınırsan. Qoşulmuşsan pis adamlara. Deyəsən heç şahmatla da məşğul olmuşsan. Hə ata. Ümid axır vaxtlar heç şahmat oynamır. Ata, ana, bilmirəm. Nə oldusa, siz yanımda olmayandan sonra oldu. Biz sənin yanında deyilik deyə sən belə olmalısan. Sənin üstündə məsuliyyət var axı, mənim balam. Evimiz, bacın xəyalə. Sən axı bizim ağıllı, savadlı, dərrakəli balamızsan. Nə oldu sənə? Sən deyilsən. Sən bizim böyütdüyümüz, tərbiyə elədiyimiz ümid deyilsən. Sən tam başqa bir adam olmuşsan. Tam başqa. Mən tək qaldım. Bilmədim neyniyim. Xəyalə korluq çəkməsin deyə işləməyə başladım. Bibi ilə xala bizə gələndən sonra evdə rahatlıq olmuyor. Elə bilirsiniz, mənə asandır. İndi özümü zəif, gücsüz hiss edirəm. Sən zəif olmalı deyilsən. Sən çox şeydən keçmişsən, çox əziyyət görmüsən. Bundan sonra güclü olmalısan. Bəs dostların, ha? Sən onları itirməmsən. Sadəcə olaraq özünü onlardan uzaqlaşdırmısan. Oğlum, həyat da şahmat kimidir. Bir-iki figur itirdin deyə oyunu yarımçıq bıraxmaq olmaz. Ümid, indi mənə diqqətlə qulaq as, oğlum. Sən bu oyunda ya qalib tərəf olacaqsan, ya məğlub. Heç nəyə baxmayaraq, sən bütün sınaqlardan uzaq çıxmalısan. Eşidirsən, bütün sınaqlardan uzaq çıxmalısan. Biz xəyaləni sənə əmanət eləmişik. Sən bu əmanəti axıra qədər qorumalısan. Ona sahib çıxmalısan, mənim balam. Elə eləməlisən ki, o bizim yoxluğumuzu heç vaxt hiss eləməsin. Sən bizə söz verirsən, güclü olacaqsan. Söz verirəm. Bağışlayın məni. Bağışlayın.
Atamın mənə dediyi sözlərin çoxunu indi dərk eləməyə başlamışam. Uşaqlıqdan mənə həmişə deyirdi ki, həyat da şahmat kimidir. Doğrudan da beləymiş. Bütün şahmatçılar kimi mən də oyunlarda gedişlərimi, strategiyamı qələbə qazanmağa yönəldib, həm də ən dəyərli figurumu, şahı qoruyaraq qalib gəlirdim. Amma gerçək həyatda bunu elə bilmədiyimə görə uduzdum. Çünki həyatımın şahını, sevdiyim qızı qoruya bilmədim. Onu egonun oyuncağına çevirdim. Mən özümü mat eləmişəm. Bir şeyi də başa düşmüşəm ki, hər oyunu udmaq vacib deyil. Bəzən geri çəkilmək, bəzən fiquru qurban vermək, bəzən isə sadəcə səbr eləyib gözləmək lazımdır. Ustalıq rəqibi məğlub eləmək deyilmiş. Ən böyük ustalıq sevdiyini qorumaq, onu itirməmək imiş. Mən oyunun gedişatını yaxşı bildiyimi düşünürdüm. Gedişləri hesablayırdım. Riskə girib hücuma keçirdim. Elə düşünürdüm ki, əsl cəsarət budur. Amma fərqinə varmırdım ki, şahmat taxtasının yarısını özüm dağıdıram. Mən ən yaxın dostumu da incitmişəm. Onu az qala piyadaya çevirmişəm. Onu irəli çəkməli olduğum halda geridə saxlamışam. Halbuki ən yaxın dostum mənim ən güclü figurum olub. Mən isə onun dəyərini bilməmişəm. Müəllimələrim, mənə oyunu öyrədən insanlar, onların sözünə qulaq asmadım. Elə bilirdim artıq kamilləşmişəm. Özümü böyük Grossmeister kimi aparırdım. Amma əslində oyunun başlanğıcını yenicə öyrənən uşaq imişəm. Mən çox azğınlaşmışam. Qazandığım pir qələbələrinin eyfariyaları gözlərimi bağladı. Düz istiqamətdə getdiyimi düşündüyüm halda axırda gördüm ki, şahım müdafiəsiz qalıb. İndi figurları şahmat taxtasına yenidən düzmək istəyirəm. Bu dəfə egonu deyil, dəyəri qorumaq üçün oynamaq istəyirəm. Bu dəfə qalib gəlmək yox, yanımda olanları itirməmək istəyirəm. Çünki indi dəqiq anlayıram ki, həyat oyundur. Amma insanlar figur deyil. Onları qurban verə-verə heç vaxt qalib gəlmək mümkün deyil. Ən böyük ustalıq rəqibi mat eləmək deyil. Səhv gediş elədikdən sonra xətanı düzəldə bilməkdir.
Gördün də. Durmadı da səhər-səhər. Ulan bu uşaq nə oyun gətirir bizim başımıza. Stolun üstüne şey koymuştun. Götürdün onu yemeğe. Ay, yadımdan çıxdı. Vay, ne yiyeceksen de. Diyen görün. Diyen görün. Gel. Bir şey alarsan özüne. Gel kızım, gel. Az böyle yol verecek. Allah saklasın. Gel görüm, gel. Şeydir, Ümid müəlliməsidir. Hə. Salam Sevinç müəllimə, salam. Necəsiz? Yaxşıyam, siz necəsiz? Şükür Allaha, mən də belə də yaxşıyam. Əgər buna yaxşı demək olarsa. Ümid hanı gəlməyib məktəbə? Yatıb, oyada bilmədim onu. Sən get qızım, get işlərsən dərsə. Get qızım. Sözə qulaq asmır da bu uşaq. Niyə axı? Sözə qulaq asmır. Mən onun öhdəsindən gələ bilmirəm. Bax, hara gedir, hardan gəlir, kiminlə oturub durur. Vallahi belə uşaq döyürdü. Bilmirəm bunu kim çoradı, kim yolundan çıxartdı. Mənə bir manat Vallahi ver. Sevinç müəllimə. Əgər mən bilsəydim ki, belə olacaq, o bir də məsuliyyəti mən üstümü götürməzdim. Bir tərəfdən də baxanda, mən də himayəmi götürməsəydim bu yetimləri kim götürəcəkdi ki? Danışın da siz Allah oyuna, sizin xətrinizi çox istəyir. Bəlkə sözünüzə qulaq asar, hə? Elə direktora da deyin, qoy o da danışsın oyuna. Birləşib bir şey eləyin də, bəlkə bu uşağı bir düz yola qaytara bildiniz bu uşağı. Belə getsə bunun axırı çox pis olacaq. Mən daha üstündən götürürəm bütün bu şeyləri. Mənə onsuz qulaq asmır ki, adam yerinə saymırlar məni evin içində. Safiyə xanım, mən bir dəfə Ümidlə danışmışam. Amma görünür yenə ciddi danışmaq lazımdır. Ondakı dəyişikliyi də hiss eləmişəm. Hə. Əgər nəsə bir şey olsa, mən sizlə əlaqə saxlayaram, yaxşı? Hə, ay sağ ol. Elə mənimlə əlaqə saxladı. Məndən başqa kimləri var ki bunların valla. Ona baxay. Başınızı ağrıtdınız problemlərlə. Yox, narahat olmayın. Mən gedim də o qədər iş güc var, gedim olan yeməklərinizi almışım. Bəlkə oyada bilsəm göndərəcəm onu məktəbə. Gəlib çıxar da ikinci, üçüncü dərsə. Yaxşı, əlaqə saxlayaram sizlə. Sağ olun, bağışlayın da narahat edim sizi. Sağ olun, sağ olun. Sağ olun. Ay, salam aleyküm əmi. Aleyküm salam. Əm, bir dənə siqaret verdən mənə. Nəvəsində sən elə bir təzə adamlardansan, hə? Bu məhəllədə mən səni görməmişəm. Təzə getmisən? Yox, əmi, burada yaşamıram. Burada bir dənə yaxın uşaq var, onlara gəlmişdim. Nə uşaqdır? Bəlkə mən tanıyıram, adı nədir? Adı Ümiddir, belə çox mərifətli, qanacaqlı uşaqdır. Özü yaxşı şahmat oynamağı var, əmi. Ümid? Hə, Ümid. Bala, sən hara? Ümid hara? O ki uşaqdır. Sən onunla nə alış-veriş? Əmi, alış-veriş deyəndə ki, nə alış-verişi, əmi? Bizim onunla... Prosta kimsəsiz uşaqdır, o da mənə kimi. Mən də ona bir böyük qardaşlıq eləyirəm. Siz qardaşlıq edirsiniz. O siz deyəndə, yəni, kimi nəzərdə tutursan? Əmi, çox sual verirsən, əmi. Elə bax, birimlə. O yaxşı, bəs sən necə qardaşsan, necə dostsan ki, dünən gecə uşağı içkili vəziyyətdə gətirib atıblar məhəllədə. Çıxıb gediblər. Budur sənin qardaşlığın? Əmi, sən məni tanımırsan, birincisi. İkincisi də ki, nə içki, əmi? O uşaq deyiləm, ona içki olmaz. Onu içki verən şəxsən özün başını kəsərəm, əmi. Az danış. Yalandan gözümə baxıb yalan danışma gələ. Əmi, onunla Allaha deyirəm, mənim xəbərim yoxdur ondan. Gözümün içinə baxıb yalandan danışma, heç nədən xəbərim yoxdur. Sənin xəbərin yoxdur, bəs kimin xəbəri var? Kimin xəbəri var, hə? Əmi, deyirəm, vallahi xəbərim yoxdur. Sən onu başqa... Bəs səsini! Xəbərim yoxdur, alçağın biri alçaq. Sən hələ sən gözümü aç, mənə yaxşı-yaxşı bax. Sən hələ məni tanımırsan.
Səni bir də ümidin həndəbərində görəm. Bu məhəllədə görəm. Sən eləsən səni bu şəhərdən yox edirəm. Eşitdin? Rədd ol buradan. Alçağın biri alçaq. Qardaşlıq, dostluq. Görürəm necə qardaşlıq, dostluq edirsiniz. Heç laf köpər uşaqları. Oldu, sağ olun uşaqlar. Aynur, bir dəqiqə sən var. Eşidirəm. Sənə deyiləsi sözüm var. Nə vaxt boşsan, nə vaxt danışa bilərik. Mən əslində başa düşürəm sən hansı mövzudan danışmaq istəyirsən. Açığı o mənə o qədər də maraqlandırmır. Yox da Aynur, indi o köhnə söhbətlər bitdi də. Ümumiyyətlə köhnə aid nə var idisə, hər şey bitib. Mən başqa mövzu barəsində danışmaq istəyirdim. Əslində Samirlə də, Ümidlə də o məsələ barəsində danışmaq istəyirdim. Sadəcə Samir yoxdur, Ümid də gəlməyib. Nə başqa mövzudur ki? Də yaxşısa deyiləsi sözlər deyil də. Bir 5-10 dəqiqə vaxt ayırabilsəydin yaxşı olardı. Yaxşı. Baxarıq. Hələ dərslərin bitməyinə çox var. Ay uşaqlar, niyə getmirsiniz evə? Başqa vaxt siz bax məktəbdə tapma olmur. Gedin evə də, evdə valideyn gözləmir sizi. Sevinç müəllimə xoş gördük. Salam Etibar müəllim, necəsiz? Sağ olun, yaxşımız, evə gez deyəsən. Hə, Etibar müəllim, Ümid bugün dərsə gəlməyib. Niyəm gəlməyib? Bəlkə xəstələnib eləyib? Yox, Ümid məktəbdən tamam soyuyub. Dünən də icazəsiz dərsdən çıxdı, getdi. Mənə qarşı saymazlıq elədi. Son vaxtlarda dərslərini də oxumur. Dilim də dönmür deməyə, Ümid getdikcə azğınlaşır. Açığım deyim, mən də axır vaxtlar bir o fikirdəyəm. Amma narahat olma. Necə narahat olmayayım? Bugün Xəyaləni məktəbə bibisi gətirdi. Məni görən kimi başladı Ümiddən gileylənməyə. Deyir, axır vaxtlar artıq oyla bacarmıram. Məktəb Ümidə sahib çıxmalıdır. İstəyirəm bugün gedim onlara, Ümidlə ciddi söhbət edeyim. Yox, sən getmə bugün olar. Nura getmə, mən bir namara getmək lazım. Günü sabah məsələni özüm kökündən həll edərəm. Narahat olma. Dünən səni məhəllədə görəndə səni tanımadım. Xəcalətdən az qalmışdı, yerə girim. Utanmırsan? Əhməd əmi, siz Nə Əhməd əmi? Nə Əhməd əmi? Siz məni orada görməməliydiniz. Heç nə yadımda deyil. Üzr istəyirəm. Bəs qonşular? Bəs sənin o bibirin cəhənnəm olsun o Cahangir. Bəs onlara nə deyərsən? Yaxşı, bunlar da cəhənnəm. Bəs sənin o bacın var axı. Ona nə deyərdin? Yaxşı ki o görmədi. Yaxşı ki o görmədi. Ayıb olsun sənə. Sən mənə söz vermişdin ki, Əhməd əmi, mən təzə işə düzəlmişəm, işləyirəm, kömək eləyirəm. Bunu sənin köməkliyin? Dostlarım var, dostlarım var. Hani sənin dostların? Araq içməyi sənə öyrətdilər dostlar. Onlar heç nə eləməyib, mən özüm içmişəm. Sən çox qənət eləyibsən içmişsən. Sən elə uşaqsan. Sən nə bilirsən ki, içki nədir? Mən özü içmişəm. Böyle bir şey eləyib. Necə dəhşət insanlar var. Kimsəsiz uşağa əl tutmaqdansa, onu düz yola çəkməkdənsə, aparırlar onu başqa işlərə, içki içizdirirlər. Mənim də sənə sözüm yoxdur. Sənə sözüm yoxdur, Ümid. Bilmirəm nə deyim sənə. Axı sən mənə söz vermişdin. Mən deyirdim, Ümid, mənə qulaq as. Özünə yaxşı dostlar tap. Tapdın, budur sənin dostların. Rəhmətli Qədir sağ olsaydı,
O nə deyərdi? Hə, nə deyərdi? Sən nə deyərdin ona? O da mənim kimi xəcanətdən az qalardı ki, yerə girsin. Ayıb olsun sənə. Get buradan. Get! Söz verirəm, Əhmədəm, bir də olmayacaq. Ay Cahangir, Cahangir. Seninle söhbətim sonraya qalsın. Çox sağ olun. Çox sağ ol. Buyurun. Ümid hardadır? Nəsə gözümə dəymir bugün. Dərsə gəlməyim. Birdən xəstələnib eləyərik. Bizim də xəbərimiz yoxdur. Siz dostlarısınız da, bir xəbər tutun da. Salam uşaqlar, necəsiz? Sağ ol. Əyləşsəm olar? Ancaq oturacaqsansa, hə. Deyirdim, oturardıq, söhbət edərdik, vacib söhbətlərim varsa. Yaxşı otur. Elçin zarafat edir. Baxın uşaqlar, biz bir-birimizi çox az bir müddətdə tanıyaq. Və bu az müddətdə mənim barəmdə heç də yaxşı fikirdə deyilsiniz. Bunu başa düşürəm. İtiraflarla eləmişəm. Çox davranmışam. Yerimi sözümü bilməmişəm. Amma oturdum, öz hərəkətlərimi analiz elədim. Gördüm ki, mən dəyişməliyəm. Mən bu deyiləm. Mən mütləq dəyişəcəm. Bunun başqa variantı yoxdur. Heç inana bilmirəm. Narahat olma. Sən də görəcəksən. Sən də. Sən də. İndi mən sizdən bir şey xahiş etmək istəyirəm. Ümidlə əlaqədardır. Mənə deyin görüm, Ümidə nə olub? Baxın, təmiz qəlbimə soruşuram. Yəni, mənim də bir köməyim deyəcəksə, mən kömək eləməyə hazıram. Sadəcə mənə deyin. Mənə izah edin, Ümidə nə olub? Nə baş verir? Kamran, mən sənə inanıram. Ümidin köməyə ehtiyacı var. Amma indi özü bunu dərk eləmir. Mən də qorxuram ki, bunu başa düşəndə gec olacaq. O əvvəlki ümid deyil. Biz də istəyirik ki, o əvvəlki halı qayıtsın. Narahat olma, her şey yaxşı olacaq. Üzr istəyirəm uşaqlar. Neynəmişəmsə üzr istəyir. Dönədən üzr istəyirəm sizdən. Dünən nə qədər işləyir? Ağzımdan aloy çıxır hələ də. Acından mədəmdə sığılır. Nazan, mədə bütün şirəsini bıraxıb bir dəqiqə bu stolu yiyərəm də diridir. Dur gidə yeməyə. Gəldi o qədər. Oturma, dur gedə yeməyə. Acından ölürəm. Hə, yox, mən yedim daha yediyimi. Haradayım sana? Ümidgilin məhəlləsində. Sözündən o. Məncə siqaretim qutarmışdı. Məhəllədən kəsəndə girdim bir dənə dükana. Dükansız ayda başladı ki, birinci kələm sənə burada görülən, nöş gəlmişsən, kimin yanına gəlmişsən, sorğu-sualca deyil. Mən dedim, Ümidin yanına gəlmişsən. Ancaq ondan sonra başladı. Siz onu sevdirsiniz, pis yol çəkirsiniz, ona düz yol göstərmirsiniz, nə bilim, belə şeylər də. Kimi sevdi, onu xalama olur. Valla nə içirtməyir? Dünən bizdən bir amca ağzını yaşayıb uşaqda. Bəlkə onu deyil. 50 qram, 100 qram ağzını yaxaladı da. Yəni, bırdana var şişirdilərsə. Yaxala deyil. Çox rahatlanırsan, xalama olur.
İçki nədir? İçki nədir? 17 yaşı var ya o uşağın. Atası anası uşaqdır, körpə bacısı var ya. Onun içki nədir? Bir gün qumar, bir gün içki, səhər də narkotik təklif edəcəksən. Saqqalımdır saqqal ha. Ağıl öğretsene bana. Vüqa, Ya bir dakika ya görün bu ne diyor. De kalabalık. Ha dedi sen bana ağıl öğret. Sana kudurma sana küçük. Sana atarım buradan aşağı. Dedi. Ne yetim salım sana? Biz yetim de öyleyiz. Ha? Gece bizi tapana kimi küçelerde palçığın zibilin içinde büyüyor ya. Kim bize çöreği verirdi ha? Kim bizim için bize pul koyurdu? Ümit Allah'la şükür eylesin ki cibine puluk, özünü arka direk. Ya kumar bir şeydi ve sen niye oynuyorsun ha? sən ümidlə mənə bir eləyirsən, qaqaq. Mən də yetim böyümüşəm də. Mən də yetim böyümüşəm, düz deyirsən. Amma o atası anası var. Mən küçələrdə az qalmamaq üçün cibgirlik eləmişəm, soyğunçuluq eləmişəm. Minden oqqalardan çıxmışam. Amma o bizim kimi deyil, qaqaq. O bizi kimi deyil. Niyə oxşadırıq axı ona özümüzü? Əl atmaqdan başqa heç nə bilmirsən, ətəqa. Sen ölsem bu küçüğün dili uzanır. Sen dilin uzanır. Sen dilini keserim. Eşittin ha çakkal beni. Eşittin ha beni. Rəqs sən ala, bu qardaş sigara ye. Geldi. Meynəsiz Sağ ol, Ümid, sən necəsən, Alpa? Yaxşılıqdır, sən ol. Həsən, buralardayım, nereden bakıyor, 5 numara bir. Buradayım. Ha get. Yaxşı. Neyirsən Ümidim? Heç. Yaxsan? Gəldim, soruşum ki, yenə oyunlar olacaq. Axşam var da. O heç. Əlavə oyunlar deyirəm. Böyük məbləğdə oynamaq istəyirəm. Əla. Əlavə oyunlar da olacaq. Əsas sən istəyirsən və hazır olsun. Mənim öz həvəsim də var, istəyim də. Tək oyun olsun. Ana mən acam, getdim dönər yeməyə. Otur. Akşamki oyun bir tane restoran var, orada olacaq. Gözləyək. Görən neymişsə? Udaram da. Necəsiz? Gəldirəm amma qutba. Necəsiz? Sağ ol, hoş geldin. Sağ ol. Çay içsən. Ha. Nə istərsən? Deyəsən çox işimsin. Azmaz. Son vaxtlar çox içirsən. Qabaq heç belə deyildin. Yığışdırmaq lazımdır belə işləri. Özünü sərqə saxmana sal. Bir özünə əl gəzdir. Sonra da papağını qabağına qoy. Yaxşı-yaxşı fikirləş. Fikirləş gör nişanlınla necə barışırsan. Sevinçlə mütləq danışaq. Boşanmaq, ayrılmaq, küsmək, dalaşmaq. O nə olan şimdi mən başa düşmürəm. Bizim nəsildə belə şey olmayıb. Sən kişisən. Kişi gərək güzəştə getməyi bacarsın. Mən bilmirəm, sizin münasibət necə korlanıb. Amma onu bilirəm ki, sənin qısqanclığının üzbatından vəziyyət gəlib bu yerə çıxıb.
Bir de 100% sizin aranıza giren bir nefer oldu. Size şeytanlık edeyim. Düz deyirsən ata. Hər şey mənim qız Kastovumuz batından oldu. Aramıza girən də var. Ümumiyyətlə son vaxtlar çox səhv eləyirəm. Səhv eləməyən adam yoxdur bala. Amma biri var. Səhvi davam eləyəsən. Biri də var ki, səhvi düzəldəsən. Bax, əgər sən səhvini etiraf eləsən, deməli, sən problemin yarısını həll eləmiş olursan. Başa düşürsən mənim balam? Çayın iç. Göz bir defa kimi görsün gelmiyor. Ümid anı. Ümidi görsen burada. Görmürəm ki, soruşanda hardadır Ümid? Ya sen seherin göz asılmamış. Kim askırıp bura? Kırdı bura. Sen de mi? Salam Müsailə müəllimə. Bağışlayın, mane oluram sizə. Buyurun. Ümid dərsə gəlməyib. Yox, Ümid dərsdə deyil. Uşaqlar bilmirsiniz niyə gəlməyib? Yox. Görmemiş. Halam oğlu. Ümit xəstəxanada diye. Ümidlə son vaxtda çox ciddi söhbət etdi. Ümidi başa saldım ki, biz onun ailəsinə görə ona güzəşt edirik. Bu ona imkan vermir ki, o belə işlərə hərəkət etsin. Hətta 2 fəndən çox aşağı qiymət alır. Qaybləri də çoxdur. Amma bu əsas məsələ deyil. Bizə çatan məlumata görə o başqa mühitin adamlarına qoşulub. Müəllim dedi. Qudurdun ha. Belə şagirdə bizim məktəbdə yer olmamalıdır. Mən təklif eləyirəm ki, o məktəbdən xaric edilsin. Mən də Ümidin məktəbdən xaric olma fikrini dəstəkləyirəm. Alo, Səfra xanım, salam. Ümidin müəllimidir. Bugün Xəyalə ilə Ümid dərsə gəlməyib. Nəsə olub? Ümidə nə olub ki? Xalamla bazım bir yerdə yolu keçmək istəyəndə Xəyalə məni görüb yanıma qaçanda maşın vurdu. Hani Xəyali, nə oldu ona, ha? Hangi vəziyyət necədir? Nəmər sözü danışdı, ha? Nə oldu? Bir də sənə bu uşağı tanışırdı, onu biləksin. Mən səni pislik eləmək istəmirəm. Ancaq onsuz da mənə elədiyin pisliyi eləmirsən. 16 il bundan qabaq. Yadından çıxıb.
Nə hədələn danışırsan sən? Nə pislik eləmişəm? Mənim ailəmin məhv olunmasında sənin barmağın var. Mənim tutulmağımda da. Xəyallərini itirsən. Heç nəyə ümidim qalmayacaq. Belə şeylər danışma. Ümumiyyətlə o haqda fikirləşmə.